Lerik rayonu Akşapeşte kəndinə üst tutduq. Bu kəndin sakinləri onlar üçün ayrılmış torpaq sahələrinə müvafiq sənədlərin verilməməsi səbəbindən müəyyən çətinliklərlə üzləşdiklərini deyirlər. 97-ci ildə gəliblər torpaq ölçməyə. Bu torpağı mən üçün ölçüb, atam da anamla mənə bir yerdə olub. 2 hektar torpaq ölçüb veriblər mənə. İndiyə kimi nə sənət veriblər bizə. Əkin də əkirik, subsidiya ala bilmirik. Nəyə görə? Yəni, dövlət akti olmadığına görə. Biz çox əziyyət çəkirik. Sakinlər pay torpaqlarında əkib becərdikləri məhsula görə subsidiya problemi ilə yanaşı, onlar üçün çəpərlənmiş torpaqlara tanımadıkları şəxslərin iddiaları ilə də üzləşirlər. Bu isə həmin sahələrdə təsərrüfat işləri ilə məşğul olmalarına mane olur. Məsələ ilə bağlı əmlak məsələləri dövlət xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, torpaq pay verilən siyahıda sözgedən şəxslərin və ailə üzvlərinin adı mövcuddur. Lakin vətəndaşların adına torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməyib. Araşdırma zamanı məlum olub ki, vətəndaşların iddia etdiyi torpaq sahəsi hazırda torpaqların elektron kadastr şotu informasiya sistemində başqa şəxslərin faktiki istifadə etdiyi torpaq sahəsi kimi göstərilir. Eyni zamanda həmin torpaqla bağlı istifadəçilər arasında mübahisə var və hələ ki razılıq əldə olunmayıb. Beləliklə, sakinlərin qaldırdığı məsələ uzun illərdir həllini tapmayan torpaq sənədləşməsi və mülkiyyət hüquqları ilə bağlı problemləri bir daha gündəmə gətirir. Rəsmi qurumların açıqlamasına görə hazırda sözgedən ərazilərlə bağlı hüquqi mübahisələr mövcuddur və yekun qərar yalnız məhkəmə yolu ilə müəyyən edilə bilər. Ümid edilir ki, tərəflər arasında yaranmış anlaşılmazlıqlar qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq və vətəndaşlar torpaq üzərində hüquqlarını tam şəkildə rəsmiləşdirə biləcəklər.